Salam uşaqlar, gəlin bugünkü sınağı müzakirə eləyək. Başlayaq birinci sualdan. Deməli, K dəyişəninin qiymətindən asılı olaraq ifadə edin deyir. Burada məsələn, gəlin K-ya 3 verək. K 3-dürsə, onda qiymətlər olacaq 1, 7 aralığında. Və indi fikir verin, şərtdə biz də istəyik ki, tək qiymətləri seç və 3-ə vur cəmlə. Burada tək nə vaxt olar R-in qiymətləri? 2 ilə 4 cüt ədəddir. Cüt ilə cüt ədədi toplasan, onların hasilə də cüt ədəd eləyəcəyinə görə biz burada ancaq sadəcə tək qiymətləri götürəcəyik. 1, 3, 5. Və bunlar da 3-ə vurulmuş hissəsi. 1 vur 3, 3 vur 3, 9, 5 vur 3, 15. Bunların S nədir? Cəmlə. Cəmləyəndə bizə verdi 27. İndi baxın, ilkdə 3-dür. Sonra alındı 27. Bunu necə ala bilərik? Bunun kvadratını 3-ə vurmaqla da, hə? 3 nə idi bizdə K? Yəni K-nın kvadratı vurulsun 3. Bu da D variantı. Sonra nə istəyir? Deməli, bax, belə bir nəticə alınıbdır. Əvvəlki şrift nə idi ki, bu proseslər baş verdikdən sonra alındı bu. Rəqəmlər 4 mövqe sağa sürüşdürülür. Yəni, əvvəl nəyinsə üstündəymiş, 4 mövqe sağa sürüşdürürdü. Oldu 7. Onda 4 mövqe çıxaq da burada. 6, 5, 4. 7, 4-üymüş. 7, 4 mövqe sağa sürüşdürüldü. Yəni, 7, 3-üymüş. Üstdüsə, bunu çıxırıq. Axırlar üstü bu qalır. 6-ya baxaq. 6, 4 mövqe gəldirsə, olacaq 2. 2-dirsə, 6 bizdə, içində 2 dənə 2 olmalıdır. Bu da çıxdı. Bu da çıxdı. Qaldı ya A ya D. İndi gəl baxaq R-lara. R-larda da deyir ki, 3 mövqe sola sürüşdürülüb. Onda belə çıxır ki, sola sürüşdürülübsə sağa gedir. Və tərsinə deyirik axı. Onda S, T, U-ya gəlir. U-ya gəldiyi üçün cavab A variantı. Sonra K təpəsindən keçməklə A təpəsindən M təpəsindən neçə müxtəlif yolla getmək olar? K-dan keçəcəksə, bax, bu xət heç cürə K ilə əlaqəsi yoxdur. Bu 0-dır. Burada 0-dır, burada 0-dır. Baxırıq ki, bax, keçir K-dan, keçir K-dan, keçir. Burada 0-dır. Bu heç cürə K ilə əlaqəsi yoxdur. İndi başlayaq nömrələməyə. 1, 1. B-yə 1 giriş var, 1 çıxış var, 2-dir, 3-dür, 2-dir, 5-dir, 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 5-dir. 3 dənə 5 bizə verəcək 15. Keçənin qəbul sualına oxşur. Deməli, true call-ə, yəni 3 byte, high call-ə 2 byte. Bunlar deyil, qarışdırılmış formasıdır da toplayacaq. Və nəticə, bir də simvol sayım eynidir də hər birində. X-la yazaq. 2 byte vurulsun X. Bərabərdir. 60 vurulsun. Bunda byte-a keçirsək 2 üstündə 20. 2 üstündə 20. Onda bu oldu. 5x bərabərdir. 60 vurulsun 2 üstündə 20. X də bərabərdir. 12 vurulsun 2 üstündə 20. İndi bizdən də istəyir ki, true call ilə kodlaşdır. Bu simvol sayıdır. Simvol sayı 12 vur 2 üstü 20-dirsə, true call da 3 byte'dır. Onda 3 vurulsun, 12 vurulsun 2 üstündə 20 və nəticəni də bizdən megabyte ilə istədiyinə görə bunu da 2 üstündə 20-yə bölürəm. Cavab da qalacaq 36. Diaqram verilibdir və əsasında cədvəli soruşur. Baxıram, Bakıda 15-25, 15-25, 15 bu heç, 15-25, Gəncədə 25-30, Sumqayıtda 35, bu da ki, elə A variantıdır da, hə? Şirvanda da 15-20. Daha sonra, web səhifə ilə eyni alt qovluqda olan infografik istinad. Gəlin baxaq, A açılıb, bağlanıb, qrafik faylı, elə budur da. Sonra giriş qurğusu, skaner. Baxaq bura.
Deflə verilib və bizdə nəticədə A-nın üzərinə 1 gəlib, B-nin 2 misilini istəyir. Gəlin bax, bu hissənin bir dənə təyinatına baxaq. Bir də bura baxaq. Bu neyini? F, i-nin qiyməti kiçik olduqca mənimsədir. Onda belə çıxır ki, ən kiçiyini istəyəcəkdir. Proqram bizə ən kiçik qiymətini verəcək bunun. Yaxşı, bunun ən kiçik qiyməti olması üçün buranın ən kiçik qiyməti alması lazımdır. Buranın da ən kiçik qiyməti olması üçün yenə x-in də ən kiçik qiyməti lazımdır bizə. Hə, x-in də ən kiçik qiyməti lazımdır. Yəni bu aralıq -9-dan 11 arasındadır. Bu kvadrat onu zaten müsbətə çevirəcəyi üçün mənfi burada sayılmayacaq kiçik. Sıfırdan istifadə edəcəyik. Bu sıfır qiymətində deməli A-nın sıfır qiymətində. Yaxşı, B nədir? B də bizdə F0'dır. F0 nəyə bərabərdir? Yəni 0-dan 36 çıxanda -36, -36 vurulsun 4, üstünə də gəlirik 667. Bu da bizə verəcək nə? -36-nı 4-ə vuranda -144. -144 üstə gəlsin 667. Bu da bizə verəcək nə? 7 çıx 4, 3, 523. İndi gəlin tətbiq edək. A bizdə 0 idi. 0 üstə gəl 1, 1. Üstə gəl B vur 2. 523'ü də 2'yə vuranda 3 vur 2, 6, 4, 10. 1047 D variantı. Sonra neyiniz? Sətir tipində deməli A var. Cəmləyir S plus K. S0, K0, K-nı da hər dəfə say. Siz burada neyiniz? İndeksini zaten sıfırdan başlayacaq da. K-nı 0 veribdir. Hər dəfəsində uyğun gəldikcə K da baxın, istənilən bir dənə sətirdən başlasaq, tutaq ki, məsələn A, B, A, C, A. Bu zaten sıfırdan başlayır da artmağa. Hər dəfə A-nı götürsə, məsələn burada A-nın K zaten sıfırdadır. Birinci A-nı tapır, gəldi sıfırı götür. Bu 1 olur. K da paralelində artır da. Sonra gəlir K 2 olur. 2 olanda gəlir, yenə K-nı elə bir ki, cəmləyir. K 2-dir. Fikir verir, hər dəfəsində A-nın indekslərini cəmləyir. Yəni, paralel sayma işi bu indeksləyicini görür. Ona görə də nə edəcək? A simvollarının indekslərinin cəmini tapır. Sonra bura baxırıq. Burada 8 bucaqlıdır. 8 bucaqlıdır. Bunu istəsəz özünüzdə bir dənə düz bucaqlı çəkərsiniz. Gəlin elə burada gəlin baxaq. 2 dənə düz bucaqlı çəksən, bir dənə əsas nəyə fikir verin. Normalda 4-dür, 8 dənə təpəsi oldu da indi bunun. 8-in kvadratı 64. Bir dənə tilləri sayanda, birləri sayanda. 2 dənəsini bir dənə xəttə birləşdirir, hər iki təpəsini. Aydın oldu bu hissəsi. 2 dənə düz bucaqlıdan bir dənə, bax belə tillər çıxır. İndi gəlin baxaq. 8 bucaqlıdır. Nə qədərdir? N qədərdir. Onda 64 n kvadratı qədər 0 birimiz var. Sonra 8 bucaqlının 8 tərəfi varsa, neçə dənədir? Bilmirik də, yəni n saydadır. 8 n qədər. Bizdə olacaq bunun tərəfi. Bir də bax bu qırağının xəttləri var da. Yəni o bizim dedik ki, 2 dənəsini biri birləşdirir. Ona görə də bu da olacaq 8n minus 8. Və bunların ümumilikdə cəmi olacaq 16n çıxılsın 8. Buna fikir verin, qövs deyil. Bir də buna nəzərə verin. Qövs deyil. Qövs olsaydı 2'yə vurmağa ehtiyac olmazdı. Ona görə bir də bunu 2'yə vururam. 32n çıxılsın 16. Tapıldı. Sıfırlar tapmaq üçün də 64n kvadratından çıxaram. 32n bu çıxma eləyəcək üstə gəl 16. 16 çıx 32n üstə gəl 16. Bu devriye variantı. Sonra bura baxırıq. Soru A, B. Yəni bu biraz böyük çəkim.
Deməli, A, bu olsun B, bu da olsun C. A, B və C. Deyək A and C 600'dür. A ilə C'nin ortağı, yəni bura x-sa, bura olacaq 600 çıx x. B ilə C'nin ortağı da 350'dir. Onda burada olacaq 350 çıx x. Sonra nə istəyir bizdən? Deyək A ilə B'nin ümumisi, yəni A ilə B'nin ümumisi hansıdır? Bax, bu deyil. Komple, bax, bu hissə. Və C ilə ortaq olan hissə. Bunların C ilə ortaq olan hissəsi də bura deyil. Onda demək, bu hissənin ümumi hamısı 800'ə bərabərdir. Yəni 600 çıxılsın x, üstə gəlsin x, üstə gəlsin 350, çıxılsın x bərabərdir 800'dür. İslah 850 çıxılsın x 800, x də bərabərdir 150. Deməli, sahə tiplərini soruşur. Deməli, avtonamba, bunlar deməli, bu getdi, bu getdi. Text, 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 text. Sonra hyperlink deyil. Bu qalır hələ ki, bu qalır. Qalır. Ən sona çıxacaq, ən son hissəsinə baxın, number veribdir burada. Elə cavab qalır D variantı. Daha sonra HTML kod fragmenti nəticəsində əks olunacaq. O hamısına aiddir, hamısı ümumilikdə altdan xətti olacaq. Qalın şrift olan sadəcə bu hissəyə aiddir. Baxıram ki, elə bu olacaq. Sonra baxın, 90'dan böyük hissə. Riyaziyyatı 90'dan böyük hansılardır? Buraya yerləşəcək. Bir qabaqdan not var. Bunu da nəzərə alaq. Demək, qabaqda bir dənə not var. 90'dan böyük olan 1, 2, deməli, 90'dan böyük 1, 2, 3, 6, 7, 9 olacaq. 1, 2, 3, 6, 7, 9. Sonra and. O 97'den kiçiklərdə 3, 4, 5, 6, 7, 8, 9, 3, 4, 5, 6, 7, 8, 9. İndi bunların ortağı bizdə olacaq 3, 6, 7, 9. And 3, 6, 7, 9. Ancaq bizə lazımdır bunun not hissəsi, yəni olmayanlar. Ona görə olacaq 1, 2, 4, 5, 8. Deməli, 1, 2, 4, 5 və 8. Sonra or 95'dən bax, elə hazır birbaşa böyük bərabər hissəsini hesablayaq. Bu da olacaq 1, 2, 3, 8. 1, 2, 3, 8. İndi or bunları birləşdirəcək. Onda buradan nə çıxacaq? Hərəsindən bir dənə də, yəni. Deməli, 1, 2, 3, 4, deməli, gəl yazaq. 1, 2, 3, 4, yox, 4 yoxdur. Deməli, nə çıxır? 1, 2, 3 də, hədə birləşdiririk də. 3, 4, 5, 8. Or deyib ən düşünürəm. 1, 2, 3, 4, 5, 6 dənə də burada. Sonra nə var burada? Baxaq. Faylın adında ola bilməz. A olar, B olar. Olar. Ulduz təbii ki olmaz. İkili say sistemində ifadəli. Onluğa çevirsək, bu 24, bu 32, bu da elə 8. 64, 64 də 200'də 6'dır. Bir dənə 1, 6 dənə 0. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6. 32 simvollu əlifbada kodlaşdırılmış həcmlərə uyğun. Aha. Deməli, 32 simvoldursa 5 bit. Demək, 5 bitdirsə, bu 9 hərflidir. Onda olacaq 9 vurub 5. Bu elədir 45 bit. 45 bitdirsə, bunu yaza bilərik. Biz 5 dəfə 8, 40, 45. Byte ilə bir hazır özümüz çevirməliyik. Ona görə 1'ə aid olacaqdır. 1'ə deyil,
Maşallah hamısı da D1 belə. Belə de. Sonra burada 11 hərflidir. 11 vur 5. Böylədir 55 bit. 55 bitdirsə 6 dəfə 8 48. 7 dəfə 8 63. Hə, ilə B variantı bura uyğun gələcək. 1-ə D, 2-yə B, 3-ə A, 3-ə A, 3-ə C. Baxaq. Software 1, 2, 3, 4, 5, 6, 7, 8. 5 dəfə 8 40 bit. 40 bitdə bizdə olacaq. Bax, çaşdırıcıya bax. 5 dəfə 8 40 A variantı. 10 terabayt. Bunu belə yazaq da. 10 vurulsun. Deməli, bayt deyir də 2 üstündə 40 vurulsun 1 böl 25% 4də 1-idir də. Bir də bunun yarısını deyir. Yəni 2-yə də bölsəm 2 üstü 3 eləyəcək. Ona görə belədir. 2 üstündə 37. Elə hazır bunu 5 vur 2 üstündə 38 kimi yaza bilərik. Sonra baxaq bu hissəyə. Count A-ların sayı 1, 2, 3 dənə. Deməli 3 dənə. Burada nə var bizdə? Count A. Sonra len ls 7-yə baxıram. Bu hissəsində. Əvvəldən 7-yə qədər uzunluq təbii ki, 7-nin özü olacaq da. Bu elə də 10 hissəsi. Sonra ev, yəni bizdə elə hazır 10 üstə gəlinsin. ls 7-dən sonra. Bax, burada bir dənə təzə fikir verməlisiniz ki, yeni sətr alınacaq. Yəni 0, 1, 2, 3, 4, 5, 6, 7. Bax, x-in özündən baş 0, 1. O zaman find index nömrəsi olacaq 11. İndi nə istəyir bizdən? İndeks nömrəsi Y-də 0, 1, 2, 3, 4. Ev bizdə 10'dur. Aralarında sep varsa nə etməlidir? Birləşdirir də, yəni. R bizdə olacaq 11. Və bir də bunların cəmi. 10 ilə də 11, 21. B variantı. Rahat videosunda o da çətin suallar değildi. Sonra 5'dən sonra deməli A'nın ilk indeks nömrəsi. Bu oldu bizdə dəqiqə 0, 1, 2, 3, 4, 5. Buradan açılır. A'nın indeks nömrəsi 0, 1, 2, 3. Bura oldu 3. S find A 0, 1. Bura oldu 2. 3'dən sonra yəni buranı silim. 3'dən sonra 0, 1, 2, 3. 0, 1, 2, 3. 3'ün özü də götürüb T'dan başlayırıq. Find A'nı tap deyir. 6, 14 adalığında. 0, 1, 2, 3, 4, 5, 6. A, buradan başlayır. Burada da A yoxdur. Ona görə bu da olur -1. İndi neyinə deyir? Split parçaladıqda da burada 3 dənə olacaqdır uzunluğu da. 1, 2 və 3. İndi A'nı B'yə, B'ni C'yə vuranda böylədir -6. Üstə gəlsin. 3 bu da eləyəcək. -3. Sonra 15 sətir, hər sətirdə 40 simvol olmaqla 10 səhifədən ibarət sənədlə iş zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla icra olunmuşdur. Baxaq, 15 vurulsun 40, vurulsun 10. Böyle birinci baxaq görə ümumi nə qədər yəni simvol var, ona görə vuracağıq. 150-ni 40-a vuracağıq, bu da deyəcək nə qədər? 15 vur 4, 60, 6000. Sonra deyir 5 dəfə backspace. 5 dənə simvol silindi. 3 dənə delete. 3-ü də silindi 8. 2 dənə fərqli simvol əlavə olunubdursa, onda yəni 8-i silinib, 2-si də üstünə gəlibdir. Onda belə çıxır ki, o ikisini oradan çıxardıq, 6 dənə silinmiş qalacaq. Bir dənə də kursor idarə etmək heç bir simvol silinmir. Onda bir dənə dəyişən 6 simvol olur. Bu da olacaq, nə? 5994. Hə. Sonra nə var burada? Hə, nə deyir burada? Çıxışa veriləcək qiyməti hesablayın. Gəl yazaq da. A-nın qiyməti 43'dür. 43. Birinci dövr sayını tapmalıyıq. Çıxılsın 2D. İkisi bərabərdir.
28 üstə gəl 3D. 5D kiçikdir, bərabərdir. 43-dən 28 çıxanda 15. Dövrdə bizdə olacaq 3. Bu 3 dövrdürsə, onda belə çıxır ki, n bizdə dedik nə qədərdir? 28. 28 üstə gəl 3 dəfə 3, bu elədir 9, yəni 37. A da bizdə 43 çıxılsın 6, bu da eləyəcək 37. İndi 37-dirsə 37 plus 3, bu elədir 40, bu da elədir 35. 40-la da təbii ki, bərabər deyil və n-lə də A-nı cəmlədək yox qolunda, bu da eləyəcək 75. Proqram nəticəsində 72 olduğu məlumdursa, n-in girişə veriləcək natural qiymətlərin cəmini hesablayın. 72-dirsə n bilmirik. Mət pi int tipində 3,114-dür, bizdə 3 çıxacaq və k da n-in kök altından salınmış hissəsidir. Bir dənə fikir verin, 72 alınacaqsa, yəni bu 3 vur 5-dən 72 ala bilmərikdir. Buradan ala bilərik. Yəni k vurulsun 3 vurulsun 6 bərabərdir 72. K da buradan alınacaq 18, 4. K-nın 4 olması üçün və ən əsas şərt. Yəni əgər tək olsa bunu eləyəcəkdir. Həmçinin cüt. K-nın nəticə kökdən 4 çıxan və cüt qiymətləri hansı olar? 16, 17 olmaz çünki təkdir. 18, 20, 22 və 24. 25-də üzrə kökdən 5 çıxacaq. Onda götürürük, deməli 16 ilə 24, 20, 30, 40, bu da 40. 80 və 20, bu da eləyəcək 100. Daha sonra, şöyle bir dəqiqə. Deyir ki, alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində çıxışa 667 verilibdirsə, n dəyişəninin girişə verilə biləcək qiymətlər cəmini müəyyənləşdir. Görək nə qədər dövrə girib bu. Niyə bizdə 567-dir? Üstə gəlsin 20, deyə bilmirəm, dövrü və nəticədə alınıb 667. 20 dövr 100'dür, dövr də burada bərabərdir 5-ə. İndi biz nə edəcəyik? Aralığını tapmalıyıq. Bir 5 dövründən bir də 4 dövrünə, ən böyük qiymət və ən kiçik qiyməti nəzərə alaraqdan. Onda tapaq birinci 5 dövrə görə. N-in qiyməti bilmirik nədir? N üstə gəlinsin 24 vurulsun 5, yəni 100, 120. 120 böyükdür, bərabər, yox, böyükdür. Şərtin pozulduğu halda olacaq da bu. Böyükdür y, yəni 667. N böyükdür, 667-dən 120 çıxanda qalacaq 7, 6 çıx ki 5, 557-dən böyüklər. Sonra nə edirik? Bir də 4 dövrə görə tapmalıyıq burada. Yəni n üstə gəlinsin 4 dəfə 4 16, 4 dəfə 2 8, yəni bunun 4 dövrünə görəsin. Bu 4 dövr olanda şərt daxilində olacaq. Yəni şərt hələ pozulmayıbdır. Onda bu 667-dən də bir dövr az, yəni 20 vahid az. Bu da olacaq 647. N də böyükdür, kiçik bərabərdir. 7 çıx 4 3, 14 çıx 9 5, 5. Hə? Mən nə yazıram? 7 çıx 4 3, 14 çıxılsın 9. Bu eləyəcək bizdə 5, 553. Çox fikirləşdim mən elə bir bunun üstündə.
3, 4, 7, 14, 6. Ne istəyir bizdən? Bax, aralığı qoyuruq. 558. Bu da olacaq 553. Yəni, bu aralıq tərsinə yazdım. Bu aralıqda olanların hamısını cəmləməliyik. Deməli, 553, 554, 555, 56, 57 və 558. Bu olacaq, deməli, 8, 15, 21, 26, 30, 33, 3 yadda, 5, 10, 15, 20, 25, 30. Mən neysə səhv elədim. Bax, mən elə burada neysə səhv elədim. Ona görə təzədən yazacağım. Bunun sesini götürəm. Nəticədə 667 alınıbdır. Deməli. Nəticədə bax 667 alınıbsa, bu bunun qiymətidir də. İndi baxıram, dövr sayını birinci hesablayacağım. Y'nin için qiyməti 567-dir. Üstünə 20 neçə dəfə gəlib onu tapmalıyam dövr və nəticədə də alınıb 667. 20 dövr bərabərdir. Deməli, 20 dövr bərabərdir 100, dövr də bərabərdir 5. Dövrü tapdıq. İndi 5 dövrə görə hesablayıram. N bilmirik nədir? N üstə gəlsin, 5 vurulsun 24. Və burada dövr pozulub. Yəni, Y-dən nəticədə alınıb 667. Onda N 5 vur 20, 100, 120. Yəni 667 çıxılsın 120. Bu da eləyəcək bizdə 7, 6 çıx 2, 4, 6 çıx 1, 5. 547. Bu öz yerində. İndi bir də bir dövr az hesablayacağıq. Çünki aralıqdakı ədədlərin cəmini istəyir bizdən. 4 dövrə görə hesablasaq, yenə də 5 n bizdə olacaq 24, bu hissə 4 dövrə görə hesablansa. 24 vurulsun 4, 24 vurulsun 4. Amma dövr daxilində olacaq. Çünki 4-cü dövrdə şərt pozulmuyubdur. Və bundan 20 vahid az. 567-dən də 20 çıxanda 547. Burada da n kiçikdir, bərabərdir. 4 dəfə 4, 16, 1 yadda. 4 dəfə 2, 8, 9. 507 çıxaltı 1, 14 çıxılsın 9, bu elədir 5. Sonra deyək ki, mən 667-dən 20 çıxıb niyə? Bugün şagirdlərimi çox zorbaladım. Həqiqətən deyilən bir şey var idi. Mən çox tez tutur bu ahlar. Neysə. Bu da 647. 647-dən də 96 çıxanda qalacaq 551. 17 çıx 6, 7 çıx 6, 1. 14 çıx 9, 5. 6-dan 1 onluq vermişdik 5. Axırda neysə 551 aldıq. İndi bu aralığa salırıq. 548, 551. Bunlarda cəmin istəyir. Nə qədər hesablama var? Dəhşətdir. 549, 550, 551. 9, 1, 10, 18, 1 yadda. 4, 4, 8, 18, 19, 5, 10, 15, 20, 21, 2198. Şükür ay Allah, misal da qutardı. Çox rahat bir şeydir. Prosto niyə bu qədər oldu? O da deyirəm də çox tutdu mənim.
Nəticəsi 5 çap verilibdir. 5 ədədinin çapa verilməsi üçün ən kiçik. Aha, baxın, K-nın 5 qiymətinə görə neçə dəfə bu dövrə girib? 2 üstə gəlsin, 1 dövr bərabərdir 5. Dövrdən alındı 3. Dövr oldu 3. Dövr 3-dürsə, onda biz deyə bilərik ki, bu 3 rəqəmlidir. Və bizə ən kiçik istəyir. Rəqəmləri bu 16-lıq say sistemindədir. Artıq bu məlum məsələdir. Bu 16-lıq say sistemindədir və rəqəmləri 3-dən böyük olmalı və ən kiçik. Təbii ki, olacaq 444. Fərqli falan demir. Bunu da hesablasaq, bizdə 10-luğa çevirsək, bu olacaq 4 vurulsun 16-nın kvadrat üstə gəlsin, 4 vurulsun 16 üstü 1 üstə gəl 4. Bu 2 üstü 4, 2 üstü 8, 2 üstü 10. Yəni 1024. Üstə gəlsin 2 üstü 4, 2 üstü 2, 2 üstü 6. 64. Üstə gəlsin 4. Bu da elədi 4, 4, 8, 12, 1 yadda. 7, 8, 9, 1, 9, 10 və rəqəmlərin cəmini istəyirəm. Ona görə bu da oldu 12. Şu. Burada nə istəyir? Onluq say sistemində verilmiş deməli, ədədi 8-lik say sistemi. Bunu yəqin ki, səhv yazan yoxdur da. Bunu 1000 dəfə işlənilib say sistemində. 40, 32 plus 8 kimi yazaq. 2 üstü 5 üstə gəlsin. 2 üstündə 3. Vurulsun. Rəqəm sayını istəyirdi. Onsuz 2 üstündə 4. 4, 4, 160. Elə 2 üstündə bunu vursaq, heç o bilənə ehtiyac yoxdur. 2 üstündə 165. Bunu da 8-lik say sistemindən çevirsək, 3 dəfə 5, 15. 15-in içində 55. Demək, bu da deməli, bir dənə də 2-yə demək, 3, 150, 165. Buna ehtiyac yoxdur, bu heç. Bunu unudun. Yoxdur. Bu yoxdur. Deməli, 55-dirsə, rəqəm sayı olacaq, yəni 8 üstü 55. 55 dənə 0, bir dənə 1 var. Rəqəm sayı olacaq 56. Sonra nə istəyir bizdən? Deməli, burada da sətir vurulsun, sütun olacaq. Yəni, bir dənə sütun var, 7 dənə də sətir var. Yəni 7 çıx 1, üstə gəl 1. 6 çıx 2, üstə gəl 1. 4 çıx 3, üstə gəl 1. Sütunlar da sayanda tək-tək sayacaqsınız da. Hə, burada tapdıq ki, 7-dir. 6 çıx 2, 4. Üstə gəl 1, 5. BC-dir. 3 dənə də buradadır. Yəni 5 vurulsun 3, 15. 15 də bizdə A-dır. Burada D-dir. 4 çıx 3, 1, 2. 2 vur, BC-dir. 2 vurulsun 3. Bu da elədir 6. Bu da Y variantı. Daha sonra biz burada tapacağıq nələri? Deməli, girişə deyir n natural ədəd və natural x və a həqiqi ədədlər verilmişdir. Aha. Bu rahat bir blok sxemi idi. Bu yəni rahat bir blok sxemi idi. Məncə yazılıbdır. Buradan keçək bu hissəyə. Bir dənə çəkirik başlanı. Daha sonra daxil edirik ədədləri x, a, n. Ondan sonra s bərabərdir 1. Çünki bir dənə də i verməliyik bura. i-ni də başlayaq elə birdən yenə. Daha sonra şərt blokumuzu çəkək. Deməli, və hər dəfə də müqayisə eləyək ki, n daxildir də burada. Hə qoluna yazaq ki, s bərabərdir s vurulsun. Bax, buradakı bu düsturu köçürdək bura. A üstə gəlinsin, i vurulsun, x sərgəsiz yazıram. Hər dəfə blok sxemi çəkəndə özümə söz verirəm ki, bu dəfə sərgəli olacaq.
O dəfə bu dəfədir. Bu dəfə o dəfədir. Amma hər dəfəsində də eyni şey. Bu düz bucaqlıdır. Hesab blokunun içərisində yazacağıq. Deməli, S bərabərdir. S vurulsun. A üstə gəlinsin. I vurulsun X. Və hər dəfəsində bu X üstü I olacaq da bizdə. Hə? 2 dənə ulduzla. Çünki qüvvətində göstərir. Hər dəfədə i-ni bir vahid artırmalıyıq. Bu da düz bucaqlığın içindədir. I də bərabərdir. I plus 1. Yox qolunda da çap olunacaq bizdə S. Çap olunacaq S. Deməli, X, A-nı, N-i daxil elədik. S1, I1-dən başlayırıq və N daxil olduğu üçün şərtimizi belə veririk. Hər qolunda birinci prosesdə qeyd edirik. I-ni də hər dəfəsində artırırıq. Bu da düz bucaqlıdır. Düz bucaqlıdır. Və hər dəfəsində qayıdır dövrə. Bitdi. Bir dənə də son çəkirik. Bu da öz yerində. Daha sonra buradan nə istəyir bizdən? Bu silməyə ehtiyac var görəsən. Yerləşsə. Bu da belə. Deməli, deyək ki, girişə X və Y tam ədədləri və mərkəzi koordinat başlanğıcında olan çevrənin radiusunun uzunluğu R verilmişdir. Çevrənin kənar xətti üzərində olmayan A, X və A, X, Y nöqtəsinin bu çevrənin ştrixlənmiş sahəsinin, ştrixlənmiş sahə hansı rüblərdədir? Bir ona fikir verin. Deməli, 2-ci və 4-cü rüblərdədir. Deyək ki, ştrixlənmiş sahənin daxilində olanda bəlli, olmaqda isə xeyr ifadəsini çapa verən blok sxemi qurun. Deməli, burada nə edəcəyik? Birinci yazacağıq, X bərabərdir. Int input. Daha sonra S bərabərdir. Dəyişənlərə mənimsədir. Int input. Sonra radiusa da mənimsədirik. Int input. Sonra baxın, bu düsturumuz necə idi? Bir dənə A verək. X-in kvadratı üstə gəlinsin. Y-in kvadratı kiçikdir R-in kvadratı. Daha sonra şərti qoyaq. Əgər həmin bu A və həmçinin rübdə nəzərə almalıyıq. Yəni, bizdə bu X vurulsun Y yazaq. Nəyə görə X vurul Y yazırıq? Yəni, deyəcəm. Kiçikdir sıfırdan. Kiçikdir sıfırdan hissəsi 2 nöqtə qoyacağıq. Əgər bu belədirsə, print bizdə bəli dırnaq içərisində, əks halda print dırnaq içində xeyr. Bu da öz yerində. Bu nəyə görə belə yazdıq? Bax, ikinci rübdə fikir verin. Y müsbətdirsə, X mənfidir. X müsbətdirsə, Y mənfidir. Demək, bunların hansında həmişə mənfi ədəd olacaqdır. Mənfi ədəd olduğu üçün də biz bu şərtləri yazmalıyıq. Sonra gəlir 90. 90-da nə edəcəyik? Yazırıq ki, sətir görən kimi elə. Klaviaturadan aralarında üstəgəl simvolu olmaqla tam ədədlərdən ibarət bir sətir daxil edilmişdir. Bu ədədlərin müsbət olanların cəmini və hasilini çapa verən proqramı Python dilində yazın. Mən dərs izah edəndə hamının telefonla danışmağa gəlir. Həmişə belədir.
Hə, A bərabərdir, deməli, sətir verilibdir də bizə. A bərabərdir, yazırıq input. A bərabərdir input. Sətri verdik. Daha sonra bunu parçalayaq üstəgəllərdən ədədlərimizi tapaq ki, burada nə ədədləri var? A bərabərdir. A nöqtə split dırnaq içərisində üstəgəl. Daha sonra cəm deyil, cəmə 0 verək və hasilə də h bərabər 1 verək. Sonra keçək, bax bu, burada sətri parçalayandan sonra tək-tək o hissəni götürmək üçün for int a yazacağıq ki, tək-tək mənimsənsin. Və hər dəfəsində əgər int, bax burada diqqətli olun, çünki sətir tipdə götürürsünüz. Int i, əgər bu int i müsbətdirsə sıfırdan və nəyə fikir verin? Normalda sıfırın cüt olmasının mübahisəsi olur. Amma burada sıfırı götürsəydi hasil sıfır olardı. Əgər deyir indi bu sıfırdırsa yazacağıq ki s bərabərdir s plus int i h bərabərdir h vurulsun, deməli h vurulsun int yenə i. Və ən sonda da yəni burada yerləşmədi. Forun altından print s virgül h. Bu qədər. Uşaqlar, mən biraz bunu tez izah elədim. Yenə nə isə başa düşməsəniz ödənişsiz qrupum var. Ora qoşulub suallarınızı atıb soruşa bilərsiniz. Bugünlük bu qədər. Sağ olun.